Gözlüyün zəhmət olmasa. Yönləndirək, bir dəqiqə gözləyin. Yaxınlaşarız könüllərimizə. Yönləndirəcəm, əməkdaşımız sizə məlumat verəcək. Gözlüyün əməkdaşdan danışım, tam dəqiq məlumat verim sizə. Özüm əslən Laçın rayonundan məcburi köçkünəm. Ailəm 1992-ci ildə Laçın rayonundan Bərdə şəhərinə köç eləyib. Burada məskunlaşmışıq, burada böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq ixtisası üzrə təhsilə başlamışam. Üretim yönetimi və pazarlama ixtisası üzrə magistr təhsil almışam. Mən valideynlərimdən Laçın haqqında, kəndimiz haqqında, oranın təbiatı haqqında, tarix haqqında çox sözlər eşitmişəm. Mən özüm qəbul masasında çalışıram. Bizə gələn vətəndaşların əsasən şəhid ailə üzvləri, qazilər, vətən müharibəsi iştirakçıları və digər əlilliyi olan şəxslər üstünlük təşkil edir. Biz onlarla empatiya qurub, onları anlayaraq, onları başa düşərək xidmət göstəririk. Adətən işdən sonra həftədə 2 və 3 dəfə fitnesslə məşğul oluram, idman zallarına gedirəm. Keçmiş məcburi köçkün kimi Qarabağ Regional Dost Mərkəzində çalışmaq mənim üçün böyük qürurdur.